Gözleri değdi gözüme, mest oldum hallandım, inanmadım hiç özüme. Gördüm sevdalandım, gözleri değdi gözüme, mest oldum hallandım, inanmadım hiç özüme. Gördüm sevdalandım, görün getiripdir neler taley başıma. Bir kimse yok şerik dura göz yaşıma. Görün getiripdir neler taley başıma. Bir kimse yok şerik dura göz yaşıma. Bakmayın koca dünyada az yaşıma. Hiç aklıma gelmeyenler geldi başıma. Bir güzel gördüm bulağda, bak dokunma dur kıravda. Bir güzel gördüm bulağda, bak dokunma dur kıravda. Gözleri değdi gözüme, mest oldum hallandım, inanmadım hiç özüme. Gördüm sevdalandım, gözleri değdi gözüme, mest oldum hallandım, inanmadım hiç özüme. Gördüm sevdalandım, gördüm kurudu dilim ağzımda, kollar yanımda. İhtiyarımı verdim, bahşettim birce anımda. Gördüm kurudu dilim ağzımda, kollar yanımda. İhtiyarımı verdim, bahşettim birce anımda. Billur gözden cazibe darlık, geze geze canımda. Sevgide en hoş duygular coştu kanımda. Kalbine eşkim kalandı, ince teller dalgalandı. Kalbine eşkim kalandı, ince teller dalgalandı. Gözleri değdi gözüme, mest oldum hallandım, inanmadım hiç özüme. Gördüm sevdalandım, gözleri değdi gözüme, mest oldum hallandım, inanmadım hiç özüme. Gördüm sevdalandım. Buyurun. Günlerim bir günü eyleşmiş idim evde bekar. Hansı işle meşgul olum aktarırdım ki ne var. Beynime yaman düşmüş idi, nese yazıp yaradım. Gazeti açıp yakşı mövzu aktarıp aradım. Bir dene mövzu götürdüm, gazeti kattaladım. Bu mövzunu beynimde ben heyli hırdaladım. Bir dene məqsədi bu mövzuda aldım nəzərə. Təb coşub fantana döndü, söz dolu sinəm xəzərə. Bir görün nələr yazılmış bu qızın taleyinə. Axırda qəm quşu almış onu öz dimdiyinə. Deməli bu qız rayonda çatıb 15 yaşına. Durub gəlibdir rayondan Bakıya öz başına. O fikirlə ki alıb təhsili elm öyrənəcək, dayağı möhkəm olan zirvələrə söykənəcək. Demə bu fikri bir beyin düşünür, amma ürək öz üçün arzulayır, başqa arzu, başqa dilək. Bu harasıdır bu qızın, gəl ha gəli dalda qalıb. Vapşim çatıb Bakıya bir gecə vağzalda qalıb. Gecə vağzalda qıza bir dənə oğlan yan alır. Deyir oğlan görəsən gündə bu nə qədər can alır. Hoş gözəl rəftar ilə soruşdu kimsən a gözəl. Qız fikirləşdi ki burada iki iş var bir əməl. Sesini çəkdi biraz söylədi bəs sən kimsən? Mənə nə üçün yan alırsan, axı kimsən, neçisən? Oğlan Arif idi, vermədi diqqət sözünə. Balaca fikirləşib düşündü oğlan özünə. Bakılı qız nə gəzir gecə yarı vağzalda bu qızardansa gəlibdir, prostu sesini çəkir. Dedi bilmək istəyirsənsə gözəl mən o kəsəm. Baxıram güclü əməliyyatlara naçnoy polisəm.
Bu kadar fırladım ləhcəvi aksentüvü sən. Nə mən inciyim, nə sən ver mənə dokumentüvü sən. Kız oğlanın gözündə tanındı avare kimi. Dokumentdə yox idi, qalmışdı biçare kimi. Dokument yoktu dedi, bu işi günah bilmə bizə. Yoksa olmalısan bu gece qonaq şöbəmizə. Getdilər şöbəyə bunların baxaq söhbətinə. Çatdılar qız və bu oğlan reisin kabinetinə. Qıza oğlan dedi, dur söhbətə başlıq yaradım. Səninlə reisin arasında tanışdıq yaradım. Bilirəm mən o zaman reis qaratmaz qanuvi. Tanış olduqda yəqin tez qutararsan canuvi. Qapını döktü bu oğlan reisə mojna dedi. Reis içərdə öz axranına astarojna dedi. Bunlar ki içəri girdi, örtdü axran qapını. Qız baxışla reisin qırdı ürəyinin sapını. Naçinoynik bunları kəlmə ilə etdi calaq. Qıza da lazım idi bir gecəlik daldanacaq. Reisə dedi Bakıya qonaq gəlib nə oldu bu? Qıza da söyledi ki reis uçaskovudu bu. Bunlar ki başladılar salam kalam eyləməyə. Oğlan çıxdı çölə işini davam eyləməyə. Reis dedi orada durma gel maral ortalığa. Reis tərəfdən atıldı ilk sual ortalığa. Dedi kimsən belə bu aləmə qəmgin düşmüsən? Hansı ahu dəstəsindən sən didərgin düşmüsən? Bu kəlmələrdən heç sevinib fərəhlənmədi qız. Nə qədər reis danışdı sustu dillənmədi qız. Nə qədər reis danışdı sustu dillənmədi qız. Bu dəmdə geniş dünya dar görünürdü gözünə. Düşünüb fikirləşirdi bir çıxış yol özünə. Bu vaxtı bir qadın şikayətə gəldi şöbəyə. Reisin qapısında durub dayandı növbəyə. Reisin qızla olan söhbətin eşitdi qadın. Bir fikrə getdi eşitməzdi çağırsaydın adın. Bunların səsləri koridorda aydın aşkar idi. Bu məsələdən artıq qadın tam xəbərdar idi. Bu məsələdən artıq qadın tam xəbərdar idi. Bu işə qarışmağa elə bil ki məcbur idi. Özü də o teritoriyada izvesni məşhur idi. Məşhur olmağına yoxdu vəzifə. Məşhur olmaqda vəzifəsi yoxdu, fəhli idi. Prosti kefkom idi, zakonlu hal əhli idi. Prosti kefkom idi, ləzzətli hal əhli idi. Şimdi burada fərqi yoxdu atnaşeniyadan. Lazımdı bu qızı çıxartmaq bu palajeniyadan. Qapını açarkən tutub reisin navotkada. İçəri daxil oldu bir zakonlu paxotkada. Qıza xoş gəlmisən dedi, reisə verdi salam. Bu qızın başına nə işdirsiniz, açırsınız abalam. Dedi yoxdur dokumenti, bunu biz bilməliyik. Göstəriş var bizə kimdir, onu öyrənməliyik. Qadının coşdu təbii şöbədə üsyan elədi. Haykü ilə əvvəlcə öz adını elan elədi. O qədər var xuliqan, onları görmür gözümüz. Cinayətkar pervisort şıklassız özümüz. Cinayətkar pervisort şıklassız özümüz. Cinayətkar pervisort şıklassız özümüz. Qıza gəl çıx bayıra qışqıraraq ərkələdi. Köbəni qızla bərabər bu qadın tərk elədi. Yolda söylədik qıza Yolda qıza söylədi darıxma özlü ələ al. Düz ev neycən oyna, düz ev neycən onu ilə elədi sorğusu var. Evə ki çatdı qadın dedi ona olma narahat. Ürəyindən nə keçirsə de Ürəyindən nə keçirdi təşkil edin bu saat. Başqa aləmdə idi qız nə qədər naz elədi. Nə qədər təklif olundu hamına atqaz elədi. Arvad onun Qadın onunla xeyli söhbət edib aldı ləzzət.
Ona cürbecür həyat yolları gördü məsləhət. Arada yüzdə süzüb uzattı bir badə qıza. Gələcək həyat barədə verdi ifadə qıza. Gələcək həyat barədə verdi ifadə qıza. Gələcək həyat verdi ifadə qıza. Gələcək həyat barədə verdi ifadə qıza. Gələcək həyat barədə verdi ifadə qıza. Çıxardır onu da axırı. Bunu axırı çıxardır onu da şöbədə. Götür gəl ki evə. Qadın ki öz tərəfinə oxşur. Qadın qonaqlar qəbul olunur hər gün. Boşunda mən qısa deyirəm. Onda ki bu qız ayrılır, gec olur.